Mən tam qətiyyətlə deyirəm. Yüngül həyat tərzinə sahib, üzr istəyirəm bu sözləri danışdığıma görə, yüngül həyat tərzinə sahib olan qızların bir çoxunun ailə münasibətlərinə baxın, tam qətiyyətlə, məsuliyyətlə deyirəm, 90% hallarda ailədə anaları atalarının üzünə qayıdır. Bax, budur. Ola bilər anası iffətli adam olsun, həyalı deyəndə iffətli olsun. Vacib deyil ailəsində əxlaqsızlıq olsun. Amma ana atanın üzünə qayıtdısa, qız uşağı o mühitdə böyüdüsə, ehtimal çoxdur ki, əxlaqı yüngül olacaq. Evdə atanın übuhəti, əzazillikdən danışmıram, ata diktator kimi gəlsin, gözünü ağardan kimi, yox, elə münasibət olsun ki, ata hiss olunsun evdə. Bu olarsa, qızların çox faizi ədəbli əxlaqı olacaq. Ailənin həyat tərzi düz olarsa, çox şeylər düzələcək. Olmayandan sonra saatlarla danış, tənqid elə. Biz o gəncləri qınamıram da mən, o qədər də yəni. O qədər də qınamıram.